İngiltərənin Newcastle United klubunun baş məşqçisi Eddie Howe UEFA Çempionlar Liqasının play-off mərhələsində İngiltərədə Qarabağa qarşı keçirdikləri 3-2 oyundan sonra mətbuat konfransında bunları deyib. Mütəxəssis komandasının 2-0-lıq hesablı üstünlükdən sonra tempi aşağı düşürdüyünü etiraf edib. Bunu etmək niyyətində deyildi, amma bu təbii bir reaksiya idi. İkinci isə oyun qarşılıqlı hücumlar şəraitində keçdi və bu bizim üçün həqiqətən məyus edici oldu. Eddie Howe bildirib ki, komanda ikinci hissədə artıq enerji sərf edib və rəqib qapısı qarşısında lazımi təzyiq yarada bilməyib. Birinci hissə həddindən artıq enerji sərf etdik və bu da rəqib qapısında təzyiq göstərməyimizə mane oldu. Həmin 45 dəqiqədən narazıyıq.